Putin'in ordusu, Dnepropetrovsk vilayətində Novopavlovka istiqamətində gedən döyüşlərdə ciddi itkilər verib. Ehtimal olunur ki, məhz buna görə Kremlin bəzi qoşunları Sumu və Pokrovsk vilayətlərindən Dnepropetrovsk vilayətinə köçürməsi baş verir. Ukrayna Silahlı Qüvvələrinin 110-cu briqadasının mətbuat xidməti sentyabr ayının nəticələri barədə məlumat yayıb. Məlumata görə, Rusiya Federasiyasının 5-ci ordusu ümumilikdə 1848 işğalçı itirib. Onlardan 734-ü məhv edilib. Ən çox itki 127 matatıcı diviziya verib. 1215 Rus hərbçisi. 110-cu briqada qeyd edir ki, 127-ci matatıcı diviziya Novopavlovka istiqamətində düşmənin əsas zərbə qüvvəsidir. Ən ağır itkilər 114-cü və 394-cü matatıcı alaylarda qeydə alınıb. Tank alayında da itkilər var ki, bu da Putinin ordusunun zirehli potensialını zəiflədir. Ehtimal olunur ki, Kremlin bu ağır itkilərə görə Novopavlovka istiqamətinə yeni qüvvələr köçürməsi baş verir. OSUNT Analitik, Unit Observer 90-cı tank diviziyasının Pokrovskun cənub hissəsindən köçürüldüyünü bildirib. Həmçinin 35-ci, 55-ci, 74-cü və 137-ci briqadalarda Pokrovskdan çıxarılıb. İnformasiya müqaviməti qrupunun hərbi müşahidəçisi Aleksandr Kovalenko oktyabrın ilk həftəsində cəbhədəki vəziyyəti təhlil edərək belə nəticəyə gəlib ki, Rus ordusunun hücumu çox zəif nəticələr verir. Onun sözlərinə görə, yeni ayın ilk 7 günündə işğalçılar cəmi 78 kvadrat kilometr Ukrayna ərazisini ələ keçiriblər. Bu, yay hücumunun aktiv fazasındakı irəliləyişlə müqayisədə xeyli azdır. Eyni zamanda, həmin həftə ərzində düşmən canlı qüvvə baxımından 6890 nəfər itirib. Analitik qeyd edir ki, bu rəqəm 2025-ci il kontekstində nisbətən azdır və hər iki tərəfdə ciddi irəliləyişin olmamasına işarə edir. Kovalenko həmçinin diqqəti itki nisbətinə yönəldir. Orta hesabla, ələ keçirilən hər kvadrat kilometrə təxminən 88 düşmən itkisi düşür. Bu nisbət Ukrayna baxımından optimal olmasa da, yayın bəzi həftələri ilə müqayisədə daha yaxşıdır. Yəni döyüşlər hələ də çox gərgindir, lakin ərazi baxımından həmişə effektiv deyil. Analitik hava şəraitini əsas amil kimi vurğulayır. Döyüş bölgələrində hava şəraitinin pisləşməsi, FTV dronlarının və digər hava kəşfiyyat və zərbə vasitələrinin effektivliyini azaldır. Bu isə işğalçı qüvvələrə yerli səviyyədə daha az itki ilə irəliləməyə şərait yaradır. Ukrayna, Amerika Birləşmiş Ştatlarının yeni silahlar, xüsusilə uzun mənzilli raketlər verməsi ilə bağlı qərarını gözləyir. ABŞ administrasiyası ölkəmizi Tomahawk raketləri ilə gücləndirməyi fəal şəkildə müzakirə edir. Lakin yalnız Donald Trump bu müzakirələrə son qoya bilər.
Trump bildirib ki, Ukraynaya Tomahawk raketlərinin verilməsi ilə bağlı demək olar ki, qərarını verib. Amma son qərarı vermək üçün onların harada yerləşdiriləcəyini və hansı hədəflərə yönəldiləcəyini bilməlidir. Əlavə edib ki, o, eskalasiyanın baş verməsini istəmir. Öz növbəsində Rusiya diktatoru Vladimir Putin qeyd edib ki, Ukraynaya Tomahawk raketlərinin verilməsi yeni, keyfiyyətli eskalasiya mərhələsi, o cümlədən ABŞ və Rusiya münasibətlərində olacaq və bu raketlərin döyüş meydanındakı vəziyyəti heç bir şəkildə dəyişdirməyəcəyinə əminlik ifadə edib. Hərbi ekspert və ehtiyatda olan Ukrayna Silahlı Qüvvələri polkovniki Oleg Jdanov Qlavredə uzunmənzilli raketlərin Ukraynaya verilməsi ehtimalı Tomahawk raketləri ilə Ukrayna Silahlı Qüvvələrinin nə kimi dəyişikliklər yaşayacağı, Moskva blackoutdan sonra Rusiyanı hansı böyük hadisələrin gözlədiyi və Putini devirməyə aparacaq Rusiya elitaları üçün dönüş nöqtəsinin nə olacağı barədə danışıb. Düşünürəm ki, yaxın gələcəkdə Ukraynaya ABŞ Tomahawk raketlərinin verilməsi ilə bağlı söhbət çox güman ki, yalnız boş söhbətdir. Ola bilsin ki, bir gün sülh sazişindən sonra onları əldə edək deyə ekspert bildirib. Onun sözlərinə görə, Tomahawkla Ukrayna Rusiya enerji sənayesini məhv edə bilərdi. Biz böhran yaratmaq üçün şərait yarada bilərdik və bu böhran Rusiya enerji sənayesini məhv edərdi. Əgər Trump Tomahawkları vermək qərarına gəlsəydi, Rusiya buna etiraz edə bilməzdi. Bir vaxtlar Atacms raketlərinin Ukraynaya verilməsinin yol verilməzliyi ilə bağlı etiraz etmişdilər, amma Rusiyanın bunu qəbul etməsi lazım gəldi. Tomahawk-u da qəbul edərdi. Çətinliklə və çoxlu siyasi histeri ilə amma qəbul edərdi.